uşağınız qəfil hiperaktiv olub, diqqəti tez dağılır. Bəlkə də səbəb düşündüyünüz kimi diqqət əksikliyi hiperaktivliyi pozuntusu deyil. Bəzən çox sadə bir səbəb, qurd xəstəliyi, enterobiyoz bunu yarada bilər. Bəzi uşaqlarda nə baş verir? Gecələr anal nahiyədə güclü qaşınma olur. Uşaq rahat yata bilmir, fragmented sleep, yəni parçalanmış yuxu yaranır. Və nəticə, səhər oyananda yorğun, əsəbi və diqqətsiz olur. Valideyn isə düşünür, uşaq hiperaktivdir. Amma problem bəzən davranış pozuntusu deyil, yuxusuzluqdur. Son illərdə bəzi elmi tədqiqatlar göstərir ki, parazitar infeksiyası olan uşaqlarda diqqət və davranış problemləri daha çox müşahidə olunur. Bundan əlavə, enterobiyoz dəmir və sink sorulmasını da pozaraq bu simptomları daha da gücləndirə bilir. Diqqətli olun. Uşaq gecə tez-tez oyanırsa, anal qaşıntısı varsa, ailədə başqa uşaqlarda da oxşar şikayətlər varsa, mütləq qurd xəstəliyini yoxlamaq lazımdır. Unutmayın, bəzən böyük problemlərin arxasında çox sadə səbəblər dayanır. Şübhə varsa, həkimə müraciət edin.